Son vaxtlar mənə bir neçə xanım tərəfindən müraciət olunub ki, şantaja, hədə-qorxuya tələb etməyə məruz qalmışam. Təəssüf ki, bizim kimi cəmiyyətlərdə bu hal olduqca mənfi haldır və fəlakət həddindədir. Necə olur? Qadınlar bir şəxsi sevir, güvənir, şəkil və ya video göndərir, münasibət yaranır. Bundan sonra kişilər tərəfindən hədə-qorxuya məruz qalır, şantaja məruz qalır. Təəssüf ki, cəmiyyətdə bundan sonra yanlış fikirlər yaranır ki, qadın əxlaqlı olmalıdır, namuslu olmalıdır. Halbuki bu belə deyil. Bu qavramlar hər iki tərəfə aiddir. Kişiyə və qadına eyni dərəcədə aid. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi hədə-qorxuya tələb etmədir və şantaj cinayətlərini sanksiyalaşdırır. Hədə-qorxuya tələb etmə, yəni şəxs hədə-qorxu ilə başqa şəxsdən hər hansı bir əmlak və hər hansı bir hərəkət etməyi tələb edir. Hədə-qorxu ilə tələb etmə, yəni şantaj cinayət sayılır. 3 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə ilə nəticələnir. Əgər siz və ya yaxınınız şantaja məruz qalıbsa, çəkinməyin. Polisə, prokurorluğa və ya digər dövlət qurumlarına müraciət edin. Unutmayın ki, hüquq sizin tərəfinizdədir. Şantaj cinayəti şantaj edənə dediyini etməklə bitmir. Bu davam edir və nəticəsi daha fəlakətli olmamış müxalif qurumlara müraciət edin.